Qanında qatılaşma, damarlarında tromb olan insanlar səhər, günorta, axşam nə yeməlidir? Tromblaşmanın qarşısını alan və əritməyə kömək edən məhsullar hansılardır? Bugün sizinlə əksər həkimin demədiyi bəzi sirləri bölüşəcəm. Siz də bu videonu ürək-damar problemi yaşayan şəxslərə göndərərək onların sağlamlığını qoruya bilərsiniz. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Tromblar qanda damarların içərisində əmələ gələn və insanın həyatını təhdid edən qan laxtalarıdır. Yapışdığı yerdən qopan tromb koronar arteriyaya daxil olur və qan axınını dayandıra bilir. Vaxtında tibbi yardım göstərilməsə, ölüm qaçılmazdır. Ağciyər arteriyasına daxil olan tromblar da insan həyatı üçün son dərəcə təhlükəlidir. Belə vəziyyətlərdə ölüm ehtimalı yüksəkdir. Bəs tromb nədən yaranır? 1. Oturaq həyat tərzi. 2. Şəkərli diabet. 3. Yüksək qan təzyiqi. 4. Varikoz damarları. 5. Düzgün olmayan qidalanma. 6. Siqaret asılılığı. Trombların əmələ gəlməməsi və mümkün mövcud laxtalardan xilas olmaq üçün düzgün rasyon vacibdir. Trombların qatı qandan və artan lipid təbəqəsindən əmələ gəldiyini də unutmamalıyıq. Buna görə də sağlam insanın gündəlik rasyonu az yağlı olmalıdır. Menyuda əsas diqqət zülallara yönəlməlidir. Lakin karbohidratlar olmadan da mümkün deyil. Onlar bədəndəki ən vacib metabolik proseslərdə iştirak edirlər. Buna görə də yağdan tamamilə imtina etmək olmaz.